Nəcm surəsi 3 və 4-cü ayə. Və mən yəntiqu anil həvə. Peyğəmbər sizə öz-özündən söz deməz. İn huve illə vəhyü yuhə. Ona nəyi vəhy edirlərsə, Allah ona nəyi vəhy edirsə onu deyər. Yəni onu belə çıxır ki, məsələn tutaq ki, Elşad Məlik keçən misal çəkdi, deyir ki, Ayşə Dulman üçün çay gətir, o da vəhy deyir ki, Ayşə Dulman üçün çay gətir, o da vəhy. Baxın, bu yəni özündən heç nə danışmır. Yəqin ki, Quranın nisbətlə deyilir ki, sizə bir ayə Və onlar həmçinin Rahman bunu da vurğuluyum. Nəcm surəsində necə ki Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm barədə deyir ki, o özündən danışmaz və onun hər danışdığı vəhidir. Və hədis inkarçıları iddia edir ki, bu zaman onda Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anhadan nəsə istəyəndə o da vəhy sayılır, yəni. Şübhə kimi gətirirlər. Yəni məsəl üçün ey Ayşə mənə bunu ver, o da vəhidir. Yaxşı əslində sualdır. Peyğəmbər sallallahu əleyhi və səlləm insan kimi nəsə deyə bilər. Və Quranda ayə söhbət gedir dindən. Çünki Allah Subhanahu deyir ki, "Mə yantiqu anil hava." O özündən, havasından danışmır. Söhbət neydən gedir? Dindən gedir. Din məsələlərdən. İn huve illə vahyu yuha. O sadəcə bir vəhidir, ona nazil olur. Yəni dini məsələlər barədə danışanda Peyğəmbər sallallahu əleyhi və səlləm istər Quran olsun və yaxud da hədislər olsun, onlar hamısı Allahdandır. Lakin onun hansı bir sözü, yəni hansı bir müraciəti kiməsə, o Allahda olmaya bilər. Və lakin mühüm məsələlərdən biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm nəyisə əgər gözdən keçirdibsə və nəyisə deməyibsə və nəyisə başqa cür deyib, başqa cür demək lazım idisə, Allah subhanahu və teala onu dərhal düzəldir. Nə qədər Quranda ayələr var. Afallahu anka lima azinte lahum. Məsələn Allah subhanahu taala Tövbə surəsində deyir ki, Allah səni bağışlasın. Niyə onlara icazə verdin? O vaxt onlar gəldilər, Peyğəmbər sallallahu əleyhi və səlləmdən bəziləri istədilər ki, döyüşdə iştirak eləməsinlər. Peyğəmbər sallallahu icazə verdi, lakin Allah subhanahu deyir ki, gərək ola eləməydi. Və yaxud Əbasa surəsi, Əbasa və təvəllən cəəhulə, amma bilirsiniz də, və Təhrim surəsi məsələn, harada ki Allah subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm öyrədir ki, gərək belə eləməyəydin, belə eləmə, belə elə. Görürsüz? Yəni Allah subhanahu və teala Peyğəmbər hətta nəsə bir səhv eləsə də Allah onu düzəldir. Allah subhanahu taala ona görə nəinki Peyğəmbər, bu mühüm məsələlərdən biridir. Nəinki Peyğəmbər, ümumiyyətlə Peyğəmbər vaxtında bütün sahabələr Allahın nəzarətinin altında idi. Məsələn, sahabələr deyərdilər ki, biz filan şey eləyirdik, Quran da nazil olurdu. Məsələn, Cəbir deyir ki, "Kulna na'zil vel-Qur'anu yanzil." Yəni biz çalışırdıq ki, uşaq olmasın bizdə müəyyən bir vaxt. İnsanla, kişi ilə qadın arasında olan bir məsələdir. Biz çalışırdıq ki, uşaq olmasın, uşağın olmağını gecikdirək. Yəni bunu kim bilir? Ancaq kişi və onun yoldaşı. Və Cəbir deyir ki, biz bunu eləyirdik. "Vel-Qur'anu yanzil." O vaxt ki, Quran hələ ki nazil olurdu. Yəni Cəbir demək istəyir ki, bunu eləmək olar. Çünki bunu eləmək əgər qadağan olsaydı, Quranda ayə nazil olardı. Və yaxud Peyğəmbər bizə xəbər eləyərdi ki, siz belə bir şey eləyirsiniz. Bunu eləmək olmaz. Uşağı gecikdirmək olmaz. Görürsünüz? Ona görə başa düşmək lazımdır ki, nəinki Peyğəmbər, hətta sahabələr, Quran-ı Kərim nazil olan vaxtı, Peyğəmbər sallallahu aleyhi və səlləm sağ olan vaxt hamısı nəzərə